Gavalı salatını müxtəlif üsullarla, müxtəlif formalarda hazırlayıram. Bu dəfə də bu cür hazırladım. Mənə lazım olanları stolun üzərinə yığmışam. Resepti də videonun altında yazacağam. Qoz ləpəsini, gavalını zövq uyğun doğramışam. Digərlərini rəndədən keçirmişəm. Bu cür lay-lay düzürəm formanın içərisində. Hər birinin üzərinə duz, istiot, mayonez gəzdirirəm. Sinə əti bişərkən üzərinə duz əlavə etdiyim üçün burada duz əlavə etmirəm. Lap üst qatdan da Holland pendirini rəndədən keçirib üzərinə səpirəm. Üzərini də zövqə uyğun bəzəyirik. Bəs sizlər necə hazırlayırsınız? Fikirlərinizi rəy bölməsində yazarsınız. Göz haqqınızı halal edin, sizlər də hazırlayın, övladlarınız nuşicanla yesinlər.